Mənə olar. Mən balada bir şeyim qoy. Onu maşınlar kesə bilməsin. Mən keçərəm. Mikail Rəfili. Mikail Rəfili sizdə kimdir? Göp haqqında maraqlanım görüm. Mikail Rəfili kimdir? Miralı Qaşqay kimdir? Gələn dəfə baxdıqca danışacağım. Mikail Rəfili kimdir? Çıxır elə. Mən nə qədər vasitəsi deyil amma gəlib üstündən hoppam keçməliyəm. Saxlayanmadım, vurdum, girdim ortağa. Neyinidir sənə bədbəxt? Bilirsən ki, adam vurmaq kimi bir şey yoxdur. Günahkar sənsən. Altından çıxa biləcəksən sonra. Nə olub qardaşım? Nəçəni boşaldım, saxmışam bura, sağ olasın. Yaxşı, sağ ol. Dönməyə bax, elə bir kamoz döndərəm. Çünki baxış bucağımı dönməyə çevirmir, qapıya baxıram ona görə. Demək, yəqin görmüşdünüz, orada kamera qoymuşdum. Bu kameranı ora qoymuşdum. Dünən bir dayın elə baxışından sonra evə gələndə kamera həmişə keçdim, qapıya ilişdi, qırıldı. Mən də hirsləndim, götürdüm, qoşdum bura. Külək də var ha. Baba, külək də var. Deməli, bugün yağışlı havadır, yer sudur. Ona görə praktikamı artırmaq üçün yağışlı havada sürməyə qərara gəlmişəm. Çünki yağışlı havada sürməsə mən bu təcrübəni heç vaxt yığa bilməyəcəm də. Ona qərar almışam ki, yavaş-yavaş artıq yağışlı havada da sürüm. Biraz təcrübəm artsın. Çünki bunu eləməsən, hardan biləcəksən yağışlı havada hansı hallarda nələrə diqqət etmək lazımdır. Yer o qədər su deyil, qurudur. Biraz da havada çox külək var. Buna bax, bayraq sürürəm də. Kamera qabaqda olanda rahat idi mənə. Ətrafımı, hər yerimi çəkirdi. Burada olanda biraz sanki bir narahatçılıq hissi keçirirəm. Mən çox adamlardan qorxuram. Yağış yağır, narın açsızdır. İndi biraz təkərlərim keçərdi, qorxuram. Görək də yavaş-yavaş gedək. Asta da yağış yağır. Xırda yağır. Biraz mənə yağışda sürmək çətin olacaq. Təkərlərim keçərdi. Təkərlərim pisdir də. Yaxşı təkərlərim deyil. Biraz sürüşür. Bunun üçün qoyub dalını yandırım. Bunun üçün biraz əziyyət çəkməli olacağım. Amma görək də nə olur. Başımıza nə gəlir. Çıxma. Biraz bu çox oynayacaq mənim. Hayda, güzgün pis vəziyyətləri. Arxanı görmürəm. Buralar qurudu, yaxşıdır. Oralar yaxşı. Buralar çox da islanmıyor. Bəlkə də quruyub. Amma o tərəflər biraz yaş olduğu üçün adam əziyyət çəkir də, narahat olur. Mənim yağış təcrübəmi artırmaq istəyirəm də biraz. Görək necə olur yağışda. Amma belə çox yağış yağmır, özü qurudur. Amma burada yağış görsənir. Az yağır. Sürətli sürməkdə istəmirəm. Ola bilər ki, ani tormozlama verim. Qabaq kilitlənsin, yıxılım. Ona görə bacardığım qədər sür, çıxdın mı sən, sür. Yoluma çıxmısan, geç, sür. Bacardığım qədər yavaş-yavaş sürürəm. Çünki istəmirəm ki, yıxılım. Nə qədər yer quru olsa da su kiskinləyir. Bu da biraz mənə narahatçılıq törədir. Adam özün təhlükəsiz hiss eləmir. Təhlükəli hiss eləyir. Çünki yer sudur və sən bu bizim anormal sürücülərdən hər şey gözləyə bilərsən. İstədiyi vaxt dönə bilər, istədiyi vaxt sağa gedə bilər, sola gedə bilər, yolunu kəsə bilər və sənin hər bir şey eləyə bilərlər. Bu da lüklardan da canımız qutara bilsəydi ki, çox bəli olardı. Əslində belə qorxulu deyil yağışlı havada sürmək. Biraz təkərlərin normal olsa əla olar. Yəni öz təkərlərinlə sürməsən də. Amma asta sür də öz üçün. Botum da var, şalvarım da qoruyuculudur, qam da qoruyuculudur. Belə çətini çəkəcək bir şey görmürəm. Amma yenə də ehtiyatımı saxlayıram. Telefon qulağında dönür. Elə bilir ki, yol bunundur da. Sən əmin olmalısan ki, sənə yol verirlər və ondan sonra dönə bilərsən. Yəni pavarodniki yandırıb dönmə işıqlarını yandırmaq sənin üstünlüyünə malik olmaq deyil. Sənə yol verdiklərindən əmin olandan sonra, ondan sonra sən qadın səndən şey edə bilərsən. Gəlin, düşdün, cancı yerlər. Daha yandırıb dönmürsənsə, mən nə bilim sən dönmürsən. Yollarda
adamı tullandırır, düşürtdürür, tullandırır, düşürtdürür, tullandırır, düşürtdürür. Bizə stopdur, onlara stop deyil. Sən də biraz sağa versən. Ona görə ehtiyatlı olmaq lazım. Qapını açanda gərək fikir verəsən. Mən də maşın sürürəm. Bəzən evdəkilər riski qapını açır, xüsusən atam. Baxmır elə bir qapını açır. Verirəm açıq. Bir də arkada motosiklet gələr. Nə bilim velosiped gələr. Qapını baş da, baxaş da. Yaşlı insanlara izah edilmək çətindir. Deyir mənə ağıl öyrətmə. O saat deyir mənə ağıl öyrətmə. Deyirəm yaxşı. Sən deyəndir. Duran maşınlardan həmişə ehtiyatlı olmaq lazımdır. Duran maşınlar biraz. Keç daha, keç. Kimisə bədbəx eləmə. Bu hissədə bəzən o qədər tıxac olur ki, o necə bura boşdur. Buranı boş saxlayıb. Sıxlıq olur, tıxac yox. O da məncə qabağa görədir. Səni keçsəm incimərsən qabağa. Sən onsuz da. Əgər qabaq doludursa, niyə oranı tutursunuz axı? Orada bir şey yoxdur da. Bədbəxt, ora doludursa, nə gəldin, girdin, durdun burada, hə? Niyə özü söydürürsən axı? Bax, sənə söyürlər də, bir vallah sənə söyürlər. Sən heçcim, oyda, bomba elədin, yolu tuttun, sağ ol qaqaş, özü soxmusan ora, oyda. Sözün demir, vallah. Özü bilirsən də, bizdə yad edəndə, söyəndə, söyüşdə hardan başlayır? Da yolu niyə tutursan? Saxlamısan yolu niyə tutursan? Cəmaatın yolu niyə tutursan axı? Ayda. Bura yaşayışdır da, düzdür yaşayışdır. Bəlkə burada kimsə koleska uşağı aparır. Anadır da, bu boyda binalardır. Görürsünüz, bax, görürsünüz, bax, bu boyda binalardır. Görürsünüz, bax, hamısı binadır. İndi valideyndir o binadan getmək istəyir Heydər Əliyev parkına, ya da buradan çıxmaq istəyir. Bax, necə buradan uşaq koleskanı keçirsin, ana koleskanı keçirsin. Özü balaca yol qalıb. Neynəsin? Bax, sizə sual verirəm. Bax, indi düşünün. Bax, görürsünüz, Novostoykalarda binalardır. Çox güman ki, bir dənə ana uşaqla buradan keçmək, koleskanı keçmək istəyir. Bax, bu gördüyünüz balaca yerdən necə keçsinlər? Bax, gördüyünüz balaca yer necə keçsin? Getmək istəyir də anadır, getmək istəyir. Çünki mən buradan işə gedirəm. İndi mən neyniyim? İndi mən neyniyim buradan? Hardan gedim? Bu maşının sahibi heç doğru eləmirsən. Maşın saxlayanda tək özünü düşünmə. Burada insanlar keçir, analar keçir, uşaq keçir. Bax, hamısı bir dənə yolda keçir. Düşün ki, burada bir dənə valideyn keçmək istəyir. Uşağı ilə, koleska ilə. Mən hardan gedim? Salam əleykum. Görün, indi mən nə qədər məsafəni fırlanacam. Baxın indi. Bu məhəllənin arasından keçirəm. Gəlib çıxmalıyam o birisi yola. Buradan gedirəm. Bir dənə şeyin ucbatından. Düşüncəsizin ucbatından. Və buradan da keçirəm. Gedirəm. Bura metronun yaxındakı məhəllələrdir. Burada qalanlar buranı tanıyır. Və mən burada əlbəttə ki, adamlara maneçilik törədirəm. Dən gözə başva dönərəm. Aha, buradan keçdim. Gör nə qədər yolumu uzatdım da. Çıxıram bu yola. Gör nə qədər yolumuzu uzatdıq. Aristokrat klinikası yanından üzü yuxarı qalxacam. Burada parkdır, bildiyiniz park. Və mən bir aradan keçdiyim anda və bir düşüncəsizin maşın saxlamağın, yanlış maşın saxlamağın ucbatından gör indi mən nə qədər yol fəth edirəm. İndi gəl, gör, indi buradan keçməyə yol var, yoxsa yox. Və buradan da əlbəttə sən mənə gözləməyəcəksən. Sən də düşüncə hardadır? Sən də onun tayısan. Görə indi buradan yer var. Bəzən buradan da yer olmur. Görə burada yer olacaq çıxmağa. Nədirsə buradan yer var. Gördünüz də, bir dənə bu həyətə girməyə mən gəlib hardan fırlandım, gəldim. Buradan da bağlıdır, buradan da açmırlar. Bax, indi sizi gedim göstərim. Baxın, maşın görə oradadır. Görürsün, maşını bayaqçı maşındır. Görürsünüz, maşın bir dənə. Görürsünüz, saxlayıb, gəl yaxından çəkim sizə göstərim. Görürsünüz, saxlayıb, oradan uşaq koleskası keçər, keçməz. Belə də yol var, yəni yer var, saxla da. Mən bir dənə maşının ucbatından gördünüz də, haralara getdim, çıxdım. Gördünüz, yolumu nə qədər uzatdım.
Görürsünüz, bu indi bura boşaldı və mən buradan rahat şəkildə keçdim. Bayaq qardaş maşını saxlamışdı ki, heç cürə keçmək mümkün deyildi.